Demək belə qızlar, necəsiz bugün? Mən dünən daha doğrusu videonu çəkdim qızlar, amma gec olduğu üçün paylaşa bilmədim. Orada bilinçkin xəmirini göstərmişdim sizə. Bilinçkin xəmirini hazır halını göstərmişdim. Dedim, bəs bilinçik tortu bişirmək istəyirəm. Bugün o videonu paylaşmışam. Baxanlar artıq bilir, söhbət nədən gedir. Demək, mən bunu bütöv halda göstərmək istəyirdim, amma qısa video çəkmək üçün kəsməli oldum, çay süzməli oldum. Ona görə... Çiş. Hə, çiş. Özümü öldürəcəm. Görürsünüz qızlar, baxın, bu səbəbdən mən rahat-rahat vlogları çəkə bilmirəm. Çünki uşaqların birinin çişi, birinin yatmağı, birinin yeməyi, biri gedir, biri gəlir. Ona görə də alınmır. Hələlik idarə edək də bir-birimizi neynəyək. Demək belə qızlar, mən bunun bütöv halını sizə kəsməmiş halını göstərmək istəyirdim. O videonu mən çəkdim, əslində düşünürəm ki, montaj edərəm. Sadəcə məsələ bilirsiniz nədir? Belə kameranı qoyub danışdığım zaman 10 dəqiqə, 15 dəqiqə danışsam belə telefon götürür də. Amma montaj etdiyim zaman, yəni videoları bir yerə yığdığım zaman isə ayrı-ayrı çəkdiyim videoları, o zaman telefon mənə artıq bildiriş göndərir ki, yerin yoxdur. Çünki o qədər video şəkil var telefonumda. Əksəriyyəti də uşaqların videoları, şəkilləri olduğu üçün ona görə də yəni silməyə də əlim gəlmir. Silməyə də əlim gəlmədiyi üçün rahat da montaj edə bilmirəm, videoları birləşdirə bilmirəm. Ona görə belə kəsintilər etmək istəmirəm. Çünki belə çəkirəm, sonra onları bir yerə yığmaq üçün telefonumdan proqramları silirəm, şəkilləri silirəm, sonra bunu düzəldəndən sonra geri qaytarıram. Yəni çox çətinlik çəkirəm də, belə deyim, yer baxımından. Yəni otursam, uşaqların bir dənə şəkildən 100 dənədir. Onun bir 99'unu silsəm, rahat da olar, yerim də olar.
Nəysə qızlar, mən dünən bu bilincikləri da necə bişirdim Allah bilir də. Yəni təsəvvür edin ki, hər bir iki bilincikdən bir əlimi dayandırdım. Tavanın altını söndürdüm, qazı söndürdüm, getdim Renata getdim, Nihada getdim, Renata getdim, Nihada getdim. Nəhayət ki, bilincikləri bişirdim. Uşaqlar gecə yatdı və mən bilincikləri hazırladım. Dediyim kimi tort... Niko, nə edirsən? Dəymə, durmasın, qoy yatsın. Sən oyna, o da durub gələcək yanına. Yaxşı, get sür maşınını. Sən maşını get sür. Hə. Qızlar, mən bilincik tortu etmək istirdim. Ancaq mənim o tortu etməyim üçün qəlbim yox idi. Ona görə də düşündüm ki, belə bir desert hazırlayım. Buna tort demək də olar, deməmək də olar. O biraz daha bir başqa cürdür də onun hazırlanması. Ona görə haqsızlıq etmək istəmirəm kiməsə. Bu da bir desert olsun da, belə deyim. Hazır demək şantidən istifadə etdim. Krem şantini südlə çırpdım. İçərisinə də biraz skşonka əlavə etdim. Krem oldu belə. Bilincikləri də bişirdim. Sonra lay üzərinə bilincik, daha sonra skşonka, bilincik, krem, banan, bilincik, krem, banan belə yığdım, toparladım. Üzərinə streç çəkdim. Üzəri üçün forma falan heç bir şey etmədim, belə qalsın. Mən belə görüntüləri sevirəm. Kənardan belə çıxıntılı olan görüntüləri, şirniyyatda belə deyim. Belə Napolyon tortu kimi də belə deyim. Hə. Ona görə də heç bir şey etmədim. Belə qaldı və streç çəkdim üzərinə, soyuducuda saxladım. Bu da görüntüsü qızlar. Çay dəmlədim, qəşəng çay süzdüm. Orada videonu səssiz çəkmişəm. İndi heç nə də ona səssiz baxarsınız, sonra da buna baxarsınız. Belə baxıram ki, уже məcbur olacağam birləşdirən videoları. İnşallah ki, telefonda yüklənər, mən də sizlə paylaşa bilərəm. Baxın qızlar, bilmirəm neçə dənə bilincik çıxdı, saymadım. Yumurta, şəkər, vanil, süd, yağ, bir də biraz sudan istifadə etdim. Onları qəşəng çırpdım. Sonra demək setkadan, nə deyirlər, onun adı nə idi? Yox, setkadan keçirtdim, ələkdən də belə deyim, un ələyindən keçirtdim, pürüzsüz hala gəldim. Bu da görüntüsü. Nəyi demək istəyirəm sizə? Qızlar, əgər sizdə də o qəlibdən yoxdursa, bilincik tortunu hazırlamaq üçün, tortları da yığmaq üçün o qəlibdən yoxdursa, ürəyiniz də istəsə belə hazırlaya bilərsiniz. Sözün düzü, mən ilk dəfə də hazırlayıram. Şirin bilincik hazırlamışam. Ondan başqa bir desert də hazırlamışam. Bu qaydanla ilk dəfə də hazırlayıram. Dadı necə olacaq bilmirəm. Dadına baxandan sonra video inşallah yüklənsin. Dadına baxandan sonra yorumlarda yazacağım ki, qızlar, edin, etməyə dəyər, yoxsa dəyməz. Təbii ki, zövqlər müxtəlifdir. Bəlkə kimsə bəyənər, bəlkə kimsə bəyənməz. Belə. Çayım artıq buza dönüb, çaya baxmağa ehtiyac yoxdur. Çayı təzədən süzəcəm. İndi qızlar, mən bu dadına baxandan sonra keçəcəm yemək bişirməyə. Balaca cücə çıxartmışam. Yoldaşım onu marketdən alıb, biz onu çox sevirik. Düzdür, tam kənd çolpası deyil, amma broilerdə deyil. Tam broilerdə deyil də qızlar. Broilerdən fərqlənir. Broilerdən dadı başqadır. Yəni onu yemək olur. Hə. Onunla qəşəng bir qarışdır qazana tök, tavaya tök bişsin adlı yeməyimi bişirəcəm. Təbii ki, onu da sizlə paylaşacağım. İndi mən gedim bu desertimin dadına baxım. İnşallah qəşəng olar. Çox əziyyət çəkdim çünki əslində elə də çox zəhmətlidir hər bir işdə əziyyət var, söz yox. Dostu 2 dəqiqədən bir əlimi dayandırmasaydım, saxlamasaydım, saxlayıb uşaqlara qaçmasaydım, işim çox uzanmazdı da. Hə, belə. Məncə, belə özəl günlərdə də, yəni qonaq falan gələndə də bu yaxından da sizə göstəriləcək, daha doğrusu bişiriləcək bir desert olaraq bişirə bilərsiniz. Mən indi bunu ev üçün etmişəm qızlar. Siz qonaq falan gələndə nəsə, əslində istəyirdim üzərinə krem çəkən meyvələr də doğrayam. Amma sonra düşündüm ki, o meyvələr orada xarab olacaq, yeyəndə olmayacaq. Yəni boş-boşuna israf olmasın. Onsuz da evi hazırlayıram da, qonaq gəlməyib, bir şey eləməyib. Belə,
və polnudur. Yəni bir 5-6 nəfər bunu qəşəng yeyə bilər. Belə qızlar, qəşəng də bərkidir. İndi təbii ki, mən bunu bitənə qədər yəni kəsdikcə soyuducuya qoymaq lazımdır ki, xarab olmasın. İndi çayımı təzəliyim. Bunun dadına baxım. Daha sonra inşallah uşaqlar imkan versə toyuğu doğramışam, yumuşam qəşəng. İmkan versənə nə oldu? İmkan versin nə oldu? Nasıl? Deyir orada yerdədir, onun yerə bax. Hə, gətirim. İnşallah uşaqlar imkan versə qızlar yeməyi bişirəcəm.